Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bildiyiniz kimi artıq sertifikasiya imtahanlarının vaxtı müəyyənləşib. Bugünkü videomuzda isə yenə də inteqrasiya mövzusuna toxunacağıq. Çünki sertifikasiya imtahanlarında mütləq şəkildə inteqrasiyadan sual düşür və həmişə qeyd etmişəm ki, bir müəllimdən öz fənnini hər mənada bilmək bacarığı tələb edir. Məsələn, bugün tarix fənninin inteqrasiya suallarına baxacağıq. Tarix müəllimləri çox yaxşı bilirlər ki, onların fənlərinin inteqrasiyası, fənlər arası inteqrasiyada coğrafiya fənninə və ədəbiyyat fənninə inteqrasiya olunur daha çox. Mən hətta misal çəkmək istəyərdim. Döyüşlərin, sülh müqavilələrinin, ümumiyyətlə digər yürüşlərin izah olunmasında mütləq şəkildə həmin ərazilərin xəritələrindən istifadə olunur və bu coğrafiya inteqrasiya deməkdir. Və sair kimi dövlətlərin biz haqqında danışanda onların yerlərini də bilməliyik. Ona görə coğrafiya fənni tarix fənninin ayrılmaz inteqrasiyasıdır, yəni fənlər arası inteqrasiyadır. Həmçinin tarix dərslərində tarix müəllimləri daha yaxşı bilir, amma mən özüm də oxuduğumdan xatırlayıram ki, hər deyək ki, bölmənin sonunda mütləq həmin həmin əsrə aid hissənin mədəniyyəti, tarixi şəxsiyyətləri keçirilirdi və bu tarix şəxsiyyətlər ədəbiyyatçı ola bilər, şair ola bilər, yazıcı ola bilər, rəssam ola bilər, memar ola bilər və sair formalarda burada ədəbiyyat fənninə, musiqi fənninə, təsvirinci sənət fənninə inteqrasiya olunur müəllimlər. İlk sualımıza baxaq. Deməli, tarix dərsində müəllim İpək yolunun əhəmiyyətini keçərkən şagirdlərə tacir rolunda çıxış etməyə tapşırır. Onlar marşrutu xəritədə, baxın, müəllimlər artıq xəritəmizi götürdük. O saat tarix müəllimi bilir ki, burada coğrafiya inteqrasiya elədi. Xəritə var. Planlaşdırır, səfər zamanı qarşılaşa biləcəyi çətinlikləri yazılı şəkildə izah edir və bu yolun şəhərlərin inkişafına təsirini müzakirə edir. Gördüyünüz kimi İpək yolundan danışılan bir dərsdir və burada xəritədə bu ərazilər göstərilib, planlaşdırılıb. Ona görə də burada cavabımız olur fənlər arası inteqrasiya, yəni coğrafiya fənninə inteqrasiya var müəllimlər. Gəlirik digər sualımıza. Şagirdlərə qədim Misrə aid xəritə və qısa mətn təqdim olunur. Yenə də xəritə sözümüz var, amma oxuyuruq. Onlar xəritəyə əsaslanaraq qədim Misrin yerləşdiyi ərazini coğrafiya inteqrasiya elədik, Şimali Afrikada yerləşir və Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edirlər. Hörmətli müəllimlər, açıq-aydın biz gördük ki, burada coğrafiya ilə inteqrasiya var. Fənlər arası inteqrasiyanı artıq bilirik ki, cavabda olacaq. Davam edirik. Deməli, birinci olaraq danışdıq dövlətin formalaşmasından. Sonra eyni zamanda verilmiş mətndən istifadə edərək qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranmasının səbəblərini müəyyənləşdirilir. Burada da müəllimlər, mən düşünürəm ki, yəqin tarix müəllimləri yaxşı bilər, iki ayrı mövzu var. Dövlətin formalaşması bir mövzuda keçirilir. Mərkəzi hakimiyyətin artıq, yəni mərkəzləşmiş hakimiyyətin yaranması isə digər bir mövzuda olduğu üçün burada həmçinin fən daxili inteqrasiya var. Bir fən daxilində keçirilir. Bu mövzu inteqrasiyadır. Ona görə də burada həm coğrafiyanın, həm də bir fənnin daxilində mövzu inteqrasiyası olduğu üçün biz C variantını seçəcəyik. Fən daxili üfüqi və fənlər arası inteqrasiya müəllimlər. Növbəti sualımıza baxaq. Demək, növbəti sualımız belədir ki, şagirdlərə Azərbaycan tarixində mühüm rol oynamış, biri erkən dövrə, digəri isə 19-cu əsrin birinci yarısına aid olan iki tarixi şəxsiyyət seçib, onların fəaliyyətindəki məqsədləri və həmin dövrün şərtlərini nəzərə alaraq, onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağı tapşırır. İnteqrasiya istəyir. Müəllimlər, bir cümləni çox uzatdı. Mən anlayıram bunu. Qəli cümlə yaratdı. Amma tarix müəllimi olmasam belə, bax, ilk bu cümlədə artıq mən anladım ki, burada fən daxili inteqrasiya var. Və burada əlavə nə coğrafiyadan, nə musiqidən, nə ədəbiyyatdan bir deməli, açar məqama rastlamadım. Çünki baxın, bir erkən dövrə aid olan bir tarixi şəxsiyyəti mən başqa bir mövzuda, ilk mövzularda və yaxud da ilk siniflərdə keçirəm tarixə aid. Amma 19-cu əsrə aid olan tarixi şəxsiyyəti, səhv etmirəmsə tarix müəllimləri yaxşı bilər, mən 10-11-ci siniflərdə öyrənirəm. Deməli, bunlar fərqli mövzulardır. İki eyni fən daxilində iki fərqli mövzunun əlaqələndirilməsi isə təbii ki, fən daxili inteqrasiyadır. Yenə də qeyd etmək istəyirəm ki, özünüz də sualı oxuyacaqsınız, şərti. Burada heç bir başqa bir fəndə inteqrasiya olmadı və açıq-aydın bir başqa mövzu, erkən dövrə aid mövzu, bir isə 19-cu əsrə aid bir
mədəniyyət mövzusundan biz tarixi şəxsiyyətləri götürərək onlar haqqında fikir əsaslandırdıq. Burada fəndaxili inteqrasiya var.